Deyir, o əzəmətin, kiminsə qüdrətinin, gözəlliyinin qabağında bir səcdə eləyən də var idi, fikriniz məndə olsun. O səcdə eləyən Peyğəmbər idi. Hansı Peyğəmbər? Həzrəti Yaqub Peyğəmbər. Həzrəti Yaqub Peyğəmbər səcdə elədi, təzim elədi. Kimin qabağında? Həzrəti Yusufun qabağında. O zaman ki gördü Həzrəti Yusuf Peyğəmbər, diqqətlə qulaq as, nəticə alacam bundan. O zaman ki gördü Yaqub Peyğəmbər, özü Peyğəmbərdir. Gördü ki Yusuf Misrin padşahı oldu. Quran buyurur, xarru ləhu süccədən. Düşdü səcdiyə. Həzrəti Yaqub Peyğəmbər deyir, Yusuf Peyğəmbərin o əzəmətini görəndə, o qüdrətini görəndə düşdü səcdiyə, təzim elədi. Nə demək istəyirəm? Necə təzim eləməyəsən o əzəmət sahibinə, o Hüseynə ki, Allah onu bütün dünyanın şahı eləyib. Halbuki Yusuf Misrin sultanı idi. Misrin sultanının qabağında Yaqub səcdiyə düşür. Necə dünya ürəklərin sultanının qabağında səcdiyə düşməyəsən? Halbuki o Peyğəmbər idi. Başa düşdü ki, bu əzəmət o əzəmətin bir nümunəsidir, cilvəsidir. Gərək buna səcdə eləyib hörmət göstərəsən, gərək buna səcdə eləyib təzim eləyəsən. Ona görə də əgər Həzrəti Yusufə bir dənə Misrin şahlığın vermişdi, Yaqub ona səcdə elədi, Hüseynə ki, dünya axirət şahlığın verir. Bəs ona niyə səcdə eləməyəsən? Həzrəti Yusuf Peyğəmbərlə İmam Hüseyn ağanın bir oxşar cəhətidir. Amma fərqli də var. Fərqi nədir? Fərqi budur. Allah ona Misr hakimiyyətini verdi, buna isə aləmlərin şahlığın, sultanlığın verdi. Dedi, sən get oldun aləmlərin sultanı Hüseyn. Sənin adını göylər aləmində yazdım. İnnəl Hüseyn misbahul huda və səfinətun nicat. Hüseyn hidayət çırağı və nicat gəmisidir. Allah belə bir şahlıq verdi sultan. Niyə buna təzim eləməyə? Yaqub əgər Misir şahına, Misir padşahına təzim edirsə, biz niyə aləmlərin şahına təzim eləməyə? Amma o şah müstəqil şah deyil ha. O şah əsl şahın bir cilvəsidir, bir nümunəsidir ki, Allah öz əzəmətindən verib İmam Hüseyn əleyhissalama. Amma deyirlər, bir fərqli cəhəti də var. Həzrəti İmam Hüseyn əleyhissalamı həmişə Həzrəti İbrahimlə biz müqayisə eləmişik. Bu gecə istədim elə bir Yusuf Peyğəmbərlə müqayisə eləyək. Bu müqayisənin birincisi, ikincisi də budur ki, deyir, bir fərqli cəhət budur ki, Həzrəti Yaqub, Yusuf ondan ayrıldı. Ayrılandan sonra oğul atadan ayrıldı. Görüşdə Yaqub övladını Misir padşahı gördü. Bu oxşar cəhət. Amma fərqli cəhət nədir? Fərqli cəhət budur ki, deyir Əli Əkbər ağa İmam Hüseyn ağadan ayrıldı. Ata balasını görməyə gələndə gördü qan içində. Orada Həzrəti Yaqub Peyğəmbər gələndə gördü ki, Yusuf cahı cəlal içində. Amma Əkbər Hüseyndən ayrılandan sonra ağa gəldi övladının görüşünə, gördü bu cah-cəlal içində yox, bu qan içindədir. Hüseyn narahat olma, Əkbərin cahı-cəlalını ürəklərdə, könüllərdə yerləşdirdim. Hüseyn sənin cahı-cəlalını ürəklərdə, könüllərdə yerləşdirdim.